Salam, hər vaxtınız xeyir. Test vəsaitimizin 4-cü bölməsinin izahına baxaq. Bağrım çartladı, xan, danışsana, söyləsənə, hanı mənim balam? Qoşa getdin, tək qayıtdın, xan, mənim balam hanı? Balamı dik qayalardan aşırdınsa, gizlətmə, de. Azığın coşqun sulara, sellərə verdinsə, söylə mənə. Mikail Rızaquluzadənin Dədə Qorqud dastanı əsasında yazdığı Ana ürəyi dağ çiçəyi hekayəsindən verilmiş bu parça dastanın hansı boyunu və həmin boyun hansı epizodunu xatırladır? Deməli, bir xanla danışan bir qadın obrazı görürük burada və deyir, iki getdin, qoşa getdin, tək qayıtdın. Deməli, biz harda belə bir epizodu görürük? Təbii ki, Uruzun dustaq olduğu boyda hansı ki Qazan oğlu ilə birlikdə ova gedir, amma ovdan tək qayıdır. Həmin səhnədə Burla xatunla Salur Qazanın arasında keçən dialoqu bizə xatırladır. Demək, C-də deyir Qazanın döyüş meydanına qayıdıb oğlunu həlak olanlar arasında axtardığı epizod yox. Bizə Burla xatun ovdan geri qayıdan Qazanı qarşıladığı epizod, bəli, tamamilə doğrudur. Qarşıladığı epizodu bizə xatırladır. Cavab E variantı. İkinci sual. Salur Qazanın evinin yağmalanması boyu əsasında hadisələrin ardıcıllığını gözləməklə uyğunluğu müəyyən edin. Kafirlərdən biri Qazanın başqa ərazidə yerləşən malına da ziyan vurmağı təklif edir. Bu, yəni o Dərbəndəki qoyunlarını nəzərdə tutur. Bu səhnə həmin səhnədir. Sonda deyir ki, Qazan bəyin oğlu kafirdən aman istəyir. Bu da demək artıq onların kafirlərin yurdunda, belə də kafirlərin orada yerində Uruzun, bəli, orada kafirdən aman istədiyi hissədir. Ağacla soraqlaşmaq üçün. Qazan bəyin xatunu hansınızdır sualı verildi. 40 yerdən səs gəlir. Bəli, bu həmin arada baş verən bir hadisədir. Qazan bəy qızıl taclı evlərini kölgəli əvəzi verməyə razı olduğunu şöklənir. Bu artıq sondadır. Sondadır, hansı ki Qazanla Qaraca çoban gələndə Qazan bəyin dediyi bir nitqdir. Uruz anasına sərt mövqeyini bildirir. Bəli, bu da həmin hissə. Yəni Uruzun asılmağa, çəngəldən asılmağa aparılmadan öncəkidir. Salur Qazanla Qaraca çoban kafirlərin məkanına gəlib çatırlar. Bəli, D-də sondadır. Bu hadisələrdən sonra başlar. Ona görə D-ni çıxırıq. Bəs A yoxsa C mi öncə olur? Təbii ki, öncə A baş verir. Yəni Burla xatun onların planını puç edir. Artıq sonda çarəsiz qalanda gəlir Uruzun yanına. Uruz da ona sərt mövqeyini bildirir. Ona görə 1A, 2C cavabımız E variantı. Salur Qazanın evinin yağmalandığı boy əsasında verilmiş fikirlərdən biri doğru və ya yanlış olma baxımından digərlərindən fərqlənir. Hadisələrin çoxu Qazan xan obrazı ilə bağlanır. Doğrudur. Doğru fikirdir. Uruz bəlkə boşa düşməmiş obraz kimi təqdim olunur. Bəli, bütün qollar, daha doğrusu bütün boylara şamil olunan fikirlərdə bunlar, hansı ki hadisələrin çoxu Qazan xanla bağlanması, Uruzun bəlkə boşa düşməmiş obraz kimi təqdim olunması, yəni bu ümumi dastana aiddir. Ona görə doğrudur. Ekspozisiya hissəsində nəsrdən istifadə olunması finalda yoxdur. Təbii ki, bu finalda da biz nəsr hissəsinə rast gəlirik. Çünki bu nəzmlə nəsrin vəhdəti növbələşməsi əsasında yaranıb. Qazanın köməyinə ilk çatan Oğuz igidi kafirin bayrağına qılınclayır. Söhbət Qaragünədən gedir. Doğrudur. Qaraca çobanı özü ilə aparmamaqda Qazan xanın məqsədi var idi. Bəli, o belə deyək, fikirləşirdi ki, silahdaşları demək, onun tək başına gedib öz yurdunu xilas eləyir, belə deyək də, ailəsini, qızılını, sərvətini xilas eləyə bilməyəcəyini şübhə etmə ehtimallarının olduğunu düşünərək belə bir qərar almışdı ki, Qaraca çobanı aparmasın. Demək, 4 doğrumuz, 1 yanlışımız oldu. Cavabımız C variantıdır. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy ilə bağlı yanlış fikri seçin. Qazan və oğlu ovda sərxoş yatərkən kafirin casusu onları Aladağdan görüb Təküra xəbər çatdırır. Bu fikrimiz yanlışdır. Elə bizim şərtimizi ödədi. Cavabımız A variantıdır. Nəyə görə yanlışdır? Çünki kafirin casusu onları Dadiani
Dadyane və Aksaka qalasından görmüşdüm. Digərlərində ov üçün qazan və oğlu 7 günlük azuqələ yola çıxır, doğru. Yağı sözünün mənası maraqlanır, oğul, doğru. Həm Uruzun atasının sözünə əməl etmədiyi, həm atasının Uruz. Bəli, Uruz atasına bildirir ki, getsin, yəni əsirlikdən onu xilas etməsin, getsin, qayıtsın. Amma atası təbii ki, bu sözə əməl etmir, döyüşür və oğlunu xilas edir. Atası deməli Uruz nə vaxt atasının sözünə əməl etmir. Atası da deyir döyüşə girmə. O əvvəl bəli əməl edir, amma sonradan təbii ki, onun sözündən çıxır, döyüşə girir. Bu hissədə də biz Uruzun atasının sözünə əməl etmədiyini görürük. Bu boyda Burla xatun atının adı çəkilib, bəli, qara ayğır deyir. Burla xatun qara ayğırını mindi, qazanın ardınca düşdü. Cavab A variantı. Bu qazanın evinin yağmalandığı boyla bağlı düzgün səbəb-nəticə əlaqəsini müəyyən edin. Demək, Şöklü Məlik qazana heyf vurmağın yollarını axtarır. Dərbəndəki qoyunlar. Bu Dərbəndəki qoyunlar Şöklü Məliyin ilə bağlı deyil. Şöklü Məlik heyf vurmağın yolunu axtarır və nəticədə onlar Burla xatuna bayda paylatmaq qərarına gəlirlər. Qaraca çoban qara qayğılı yuxu görür. Bəli, iki qardaşının yanına çağırır. Alaqolu sapandını əlinə alır. Bəli, çünki o düşünür ki, bir təhlükə gözləyir onları. Çobanın sapanda qoymağa daşı tükənir. Kəfirlərin üzərinə ox atmır. Öz qoyun quzularından keçirdir sapandının içinə və atır. Qaragünə qazanın yuxusunu yozur. Qazan ovunu pozub təcili yurd yuvasına üst tutur. Halbuki o ovunu pozmur. Deyir, mənim ovumu pozmuram, gedirəm, qayıtsam, heç qayıtmasam da bilin ki, təhlükə var. Şöklü Məlik Qazanın anasını geri qaytarmır. Qazan digər silahdaşları bir-bir döyüş meydanına gəlirlər. Təbii ki, bu bir-biri ilə səbəb-nəticə əlaqəsində olan bir hadisələr deyil. Qazanın deməli, silahdaşları zaten Qazanın köməyinə gəlirdilər. Bu hadisələr bir-birinin səbəb-nəticə əlaqəsi kimi tamamlanır. Cavab B variantı. 6-cı sual. Kitab Dədə Qorqud dastanının obrazlarının düzgün müqayisəsini müəyyən edin. Qazan xanın 1 ilə ortaq cəhəti var, çünki hər ikisi 2. Deməli, baxaq. Deyir, Qaraca çobandan ortaq cəhəti var, çünki hər ikisi kafirlərlə döyüşdə qardaşını itirib. Qazan xanın qardaşını itirməsi faktına rast gəlinmir, yanlışdır. Uruzla ortaq cəhəti var, ona görə ki, ikisi də qılınc oynadıb, mərdi ilə at çıxarıb. Bu Uruza aid deyil. Burla xatunla ortaq cəhəti var, öz doğmasını tanıya bilmir. Bu Burla xatuna aid deyil. Aruz qoca ilə ortaq cəhəti var, övladı üçün narahatlıq keçir, doğrudur. Deməli, Qazan Uruz üçün, Uruzun dustaq olduğu boyda. Aruz isə Basat üçün narahatlıq keçirir. Qaragünə ilə ortaq cəhəti var. Döyüş əsnasında kafirin bayrağını qılınclayır. Bu da Qazan xana aid deyil. Cavab D variantı. Kitab Dədə Qorqud eposundan verilmiş nitq kimə məxsusdur? Qarşındakı uca dağlar qurusa otu bitməz, el yaylamaz, axıntılı gözəl sular qurusa aşıb daşmaz. Bu da Qazan xanın nitqidir, bildiyiniz kimi. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boya aid bir nümunədir. B variantı. 8-ci sual. Basatın Təpəgözü öldürdüyü boyda hansı hadisə daha sonra baş verir? Bunu qoca ilə yapaqlı qoca aşpaz kimi Təpəgözə verir. Deməli, bu ən əvvəllərdədir. Basat qardaşı Qıyan Səlçikin Təpəgözün əlində can verdiyini öyrənir. Demək, B A-dan sonra gəlir. Təpəgöz günbəzindəki xəzinə. Deməli, artıq Basat gedib Təpəgözün yanına. Deməli, C bunların hər birindən ən sonradır hələ ki. Basat Təpəgözün verdiyi üzüyü barmağına keçirir. Demək, üzük hissəsi başdadır Təpəgözün o Basatı deməli, günbəzə göndərməsindən öncədir. Qapaqqan kişinin arvadı Aruza muştuluq verir.
Aruza, bəli, Basatın gəlməsi ilə bağlı muştuluğu verir, elə Basat getməmişdən öncə. Cavab C variantıdır, ən sonda baş verən hadisə. 9-cu sual. Kitab Dədə Qorqud eposunun hansı obrazına aid verilmiş fikir tam doğru deyil? Şir Şəmsəddin Bayandır xanın düşmənini basıb 60 min kafirə qan qusturub, doğru. Qarabudaq Bayandır xanın nəvəsi ilə ailə qurmuş, yəni Qarabudaq Qaragünənin oğludur, Qazanın qızını alıb, yəni Bayandır xanın nəvəsi düşür, doğrudur. Oğuzun ağsaqqallı qocalarının hörmətini qazanıb. Beyrək Qazan bəyin silahdaşıdır və boz ayğırın sahibidir, doğru. Alp Ərən Ağ Məlikin kürəkəni, Sarı Salmaşın isə qardaşıdır. Bəli, İlək qoca oğlu Alp Ərən Sarı Salmaşın qardaşıdır. Yeynək Dəmirqapı Dərbənddəki Dəmirqapının hücumunu alıb. Bu isə bizim yanlış fikrimizdir. Bu igid Dəli Dondazdır. Yeynək isə demək sadəcə Qalın Oğuz bəylərini bir-bir yıxan Qazlıq qoca oğlu Yeynəkdir. Dərbənd qapısını alan isə Dəli Dondazdır. 10-cu sual. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boya əsasən yanlış fikri seçin. Qonur atından yerə indi, axıb gedən təmiz suda yuyundu. Oğlu üçün kafirlərin üzərinə hücum etməyə hazırlaşan Qazan təsviridir, doğrudur. 40-cı belli qız oğlanla qara ayğırını mindi. Oğlundan xəbər gəlmədikcə qərardan düşən Burlaq xatun əri Qazanın izinə düşəcəyini əks etdirən məqam da tamamilə doğru. Eşikdə qapı ağzında üzü üstə qoymuşdular. Uruzun əsirlikdə ikən aqibətidir, bəli. Sanki dar yolda dolu düşdü, ya qaz sürüsünə Şahin girdi. Qazan bəyin kafirlərin üzərinə hücumunu əks etdirən səhnədəndir, yanlış. Bu, Uruzun dustaq olduğu boyda Uruzun döyüşə girdiyi, o dayana bilməyib, artıq döyüşə girdiyi hissədəndir. Geri döndü, yoldaşlarını da götürüb uca dağların başına çıxdı. Atasının məsləhətini əvvəl əməl edən Uruz haqqındadır, bu da doğrudur. Cavab D variantı. Salur Qazanın evinin yağmalandığı boy ilə bağlı yanlış fikri müəyyən edin. Boyun əsas ideyası yurdun düşmən qüvvələrdən müdafiəsi uğrunda mübarizədir, doğru. Boy bədbin sonluqla bitmir, doğru. Boyda Qazan xan ov təklifini ilk olaraq Aruz qoca qəbul edir. Əslində Aruz qoca ondan soruşur, deyir, Gürcüstan sərhədinə gedirsən, yurdunda kimi qoyursan, ilk qəbul edən Aruz qoca deyil. Şöklü Məlik və onun döyüşçülərinin rəzilliyi, vəhşi əməlləri barədə aydın təsəvvür yaranır, doğru. Uruz əsirlikdə olarkən özünü düşmən önündə ləyaqətlə aparır, doğru. Cavab C variantı. Salur Qazanın evinin yağmalandığı boyda Şöklü Məlik obrazı ilə bağlı yanlış fikri müəyyən edin. Burlaq xatuna şərab paylatdırmaq istəyir, doğru. Boyun sonunda Qazan xan tərəfindən öldürülür, doğru. Kafirlərə Dərbənddəki qoyun... Demək, bu Dərbəndəki qoyunlar məsələsi Şöklü Məliyə aid deyil. Bunu bir dəfə artıq yadımızda saxlayaq. Bunu sadəcə kafirlərdən biri deyir. Uruzun şaqqalanaraq öldürülməsini əmr edir, doğru. Qazan xan ovda olma xəbərini casusdan öyrənir, doğru. Cavab C variantı. Basatın Təpəgözü öldürdüyü boyla bağlı yanlış fikri müəyyən edin. Boyda real və real olmayan surətlər də iştirak edir. Məsələn, real olmayan Təpəgöz, elə ondan qalanlar da real obraz kimi adlandıra bilərik. Oğuzlar ilk dəfə Təpəgözü Qıyan Səlciki öldürəndə görürlər. Xeyr, təbii ki, ondan öncə Oğuzlar Təpəgözlə elə uşaq vaxtından, yəni Oğuzlar Təpəgözü tanıyırlar. Cavab B-də elə. Demək, boyda Basatın igidliyi diqqəti daha çox cəlb edir, doğru. Bu boyda da Dədə Qorqud öz məsləhətlərlə xalqın köməyinə çatır, doğru. Dastanda əsas qəhrəman olan Qazan xan bu boyda əsas epizodlarda iştirak etmir. Bəli, dastanın əsas qəhrəmanı Qazan xandır, amma bu boyda əsas epizodlarda olmur. Əsas epizodlar Basatın ətrafında dönür. Cavab B variantı. Salur Qazanın evinin yağmalandığı boyda hansı hadisə Sarı Salmaşın ölümündən sonra baş vermir. Yəni bu o evini
yağmalayarkən ki o mücadilədə Sərsalma şəhid olur. Ölümündən sonra hansı baş vermir? Qazan xan yurdun sudan xəbər olub. Bu artıq bəli Qazan öyrəndiyi və gəldiyi hissədir. Təbii ki, bu ondan sonra baş verir. Qaraca Çoban qardaşları şəhid olur. Bəli, o da ondan sonra Dərbəndə keçirlər. Orada şəhid olur. Kafirlər. Qazan xan getdiyi odan yarımçıq qayıdır. Bu da sonradır. Uruz düşmən əsirliyində ağacla bu lapan sondur. Düşmənin casusu xəbər aparır. Bu da təbii ki, əvvəldədir. Əvvəlcə xəbər aparır, sonra isə hücuma keçirlər. 15-ci sual. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda hansı suala cavab vermək olmur? Qazan bəyin ova getmə səbəbi nə idi? Çünki ondan Uruz istəmişdi ki, məni ova aparmamısan, indi məndən mərdlik, igidlik tələb eləyirsən. Qazan ona görə gedir ova. Qazan bəy onlara yaxınlaşan düşməni öz oğluna necə tanıdır? Bəli, onu müxtəlif düşmənin belə deyək, komponentlərini göstərir və onları müqayisə edir. Buna cavab tapmaq olar. Qazan bəy oğlunun vuruşmasına niyə razılıq vermir? Çünki o hələ bəlkə başa düşməmişdi. İstəyir ki, o kənardan baxıb izləsin. Boyun sonlarına doğru kimlər yardıma gəlirlər? Bu, bəli, Qazanın silahdaşlarıdır, müvafiq ardıcıllıqla. Qazan bəy nə üçün Burla xatun vuruşmasını istəmir? Bu sonda Burla xatunun vuruşmasını istəmir. Biz buna cavab tapa bilmərik. Boya məzmununa görə. Ona görə cavabımız E variantı. Kitab Dədə Qorqud eposu ilə bağlı düzgün fikir müəyyən edin. Əsərdə Dədə Qorqud Oğuz elinin başçısı kimi təqdim edilir. Oğuz elinin başçısı kimi təqdim edilən Bayandır xandır. Ona görə yanlışdı fikir. Eposda İslam dini ilə bağlı müəyyən məqamlara da yer verilmişdir. Bəli, biz orada görürük ki, döyüşdən öncə namaz qılırlar. Dastanın vahid süjet xətti var. Vahid süjet xətti yoxdur. Boylarının süjet xətləri var. Vahid süjet xəttinə malik deyil bütöv. Dastanın nəzmlə yazılan hissəsi daha çox qoşma janrındadır. Xeyr, o dövrdə heca vəzində qoşma janrın, yəni sadəcə heca vəzindədir nümunələr. Qoşma janrına uyğunlaşan konkret nümunələr yoxdur. Eposun ayrı-ayrı boyları olduğu üçün hər boyun ayrıca ideyası ümumi ideyadan kənara çıxa bilir. Xeyr, hər boyun ayrıca ideyası ümumi boyun ideyası ilə səsləşir, kənara çıxmır. Cavab B variantıdır. Verilən cümləni tamamlaya bilməyən fikir. Deməli, kitab Dədə Qorqud dastanında Burla xatun boyların birində Qazanın izinə düşmək üçün atlanıb yola çıxır. Bəli, Uruzun dustaq olduğu boy. Qazan xanın namusunun tapdalanmaması üçün tək övladının ölümü ilə razılaşır. Halbuki bu yanlışdır, tamamlaya bilməz. Çünki onun tək övladı yox idi. Uruzdan söhbət gedirsə, onun tək övladı deyil. Çünki onun bir qız övladı da var idi. Qazan bəyin evi talan ediləndə kafirlər tərəfindən əsir götürülür. Doğru. Boyların birində düşmənin bayrağını qılınclayaraq yerə salır. Bu, Uruzun dustaq olduğu boy doğru. Şöklü Məlikin niyyətini puç edir. Doğru. Bu da Salur Qazan evinin yağmalanması boyu. Cavab B variantı. Salur Qazan evinin yağmalandığı boyda iştirak edən hansı obraz haqqında məlumat yoxdur? Qazan bəyə qərargahın üstündə kimi qoyacağını sual verir. Bu Aruz qocadır. Qazan bəyin yurdu üstündə şəhid olur. Bu Sarı Salmaşdır. Boyun sonunda Qara Tükənməliyi öldürür. Bu Dəli Dondazdır. Düşmənə sol tərəfdən hücum edərək Boğacıq Məliyi öldürür. Bu Dəli Budaqdır. Demək, Qara Günəyə aid fikir yoxdur. Məlumat yoxdur. Cavab A variantı. Basatın Təpəgözü öldürdüyü boyda Təpəgözə aid olmayan fikri seçin. Basatı çayın içində olan üzüyü götürməyə göndərir. Halbuki o ona üzüyü özü verir. Belə bir müddəa yoxdur. Basatı xəzinənin olduğu günbəzə yollayır. Doğru. Qına olmayan qılıncı bəli göndərməyə göndərir. Gözünün aqibətini etdiklərinin əvəzi kimi mənalandırır. Bəli. Gözüm deyir. Doğrudur. Elə nərə çəkir ki, dağdaş əks-səda verir. Bu da doğrudur. Cavab A variantı.
Salur Qazanın evinin yağmalandığı boyda ovda yuxu görən Qazan bəy yuxusunu kimə danışır? Yuxu görən Qazan bəy təbii ki, yuxusunu qardaşına danışır. Cavab C variantı. Salur Qazanın evinin yağmalandığı boyda Qaraca çobana aid deyil. Mərddir, cəsarətlidir. Oğuz igidi olmasa da onlardan geri qalmır. Doğru. Çəkinmədən Qazan bəylə düşmən üzərinə gedir. Doğru. İki qardaşın şəhid verir. Doğru. Qazan bəyin bəylik təklifini qəbul edir. Qazan bəy ona bəylik təklifi etmir. Ona əmrəxurluq təklif etmişdi. Cavab B variantı. Kitab Dədə Qorqud eposundan verilən nümunə kimin dilindən deyilmişdir? Qohum qəbiləli komam yurdum, qulanla sığına keykə qonşu yurdum. Təbii ki, yurduyla soraqlaşan burada Qazan xandır. Cavab C variantıdır. Salur Qazanın evinin yağmalandığı boy hansı sonluqla tamamlanır? Təbii ki, Dədə Qorqud gəlir, bütün boylarda olduğu kimi boy boydur, soy soyulur. A variantı. Basatın Təpəgözü öldürdüyü boyda Təpəgözə qalib gələ bilməyən igidlər hansılardır? Demək, Qazan xan, Qıyan Səlcikdir, bəli, Basatın qardaşı və Qaragünədir, doğrudur. Cavab A variantı. Demək, 25-ci sualda boyların müqayisəsini istəyir bizdən. Qazan bəy gözü yaralandığı üçün xanımını tanımır. Bu, Uruzun dustaq olması boyundandır. Şöklü Məlik Burla xatun və Uruz bəy çəngəli asmağı əmr edir. Bu ümumiyyətlə yanlış bir müddadır. Çünki Burla xatunu yox, yalnız Uruz bəy demişdi. Uruz bəy kafirlərin əlindəykən onlardan aman istəyir. Bu həm Salur Qazanın evinin yağmalandığı boyda, həm də Uruzun dustaq olduğu boyda olur. Doğrudur. Ortağa. Burla xatun oğlu üçün təşvişə düşür, onun halına yanı bağlayır. Bu da hər iki boyda olur əslində. Qardaşının yuxusunu yozan Qaragünə döyüşdə onun dadına yetişir. Salur Qazanın evinin yağmalandığı boyda qardaşının yuxusunu yozur. Qaragünə ona görə 1-ə gedəcək. 1-ə, 2A, 3C-D. Cavabımız C variantıdır. Salur Qazanın evinin yağmalandığı boya əsasən hadisələrin ardıcılığını nəzərə almaqla uyğun bəndləri seçin. Qazan çobanı ağaca bəhbəh sarıyır. Bu, demək artıq onlar gedərkən çobanı ağaca sarıyır, özü tək gedir. Və Aruz qocanın nəvəsi Dəldə onda çaparaq köməyə yetişir. Ortalarda Burla xatun Şöklü Məlikin planını puça çıxardır. Demək, bu hissədədir, bəli, bu hissəyə aiddir. Qaraca çoban Qazan xanı sorğu-sual edir. Bu, 2 il əvvəldə baş verir, çıxdığı ikini. Qazan xanın kürəkəni Qaragünə oğlu Qarabudaq çaparaq yetişir. Qaragünə oğlu Qarabudaq çaparaq yetişir. Biz bunu Dəli Dondazın gəlməsindən öncə mi deyirik, sonra mı deyirik? Bu sonra olmalıdır. Çünki orada Dəli Dondaz daha öncə gəlir. Demək, baxaq hələ bir. Çobana mehtərlik vəd edilir. Bu, bu ortada, bu hissədə baş verir. Kafirin oxu ilə Qaraca çoban sapandı müqayisə olunur. Bu 5-də lap əvvəldə baş verən bir hadisədir. Demək, amma indi gəlin baxaq görək ki, 1-4 yoxsa 4-1. Təbii ki, bərbər sarıyır, sonra ağacı da kökündən çıxardıb gəlir və orada Qazan xanla çoban söhbətində biz müşahidə edirik ki, Qazan mehtərlik təklif edir. Ondan sonra, bəli, kəfirlərin məclisində artıq Burla xatun, demək, Şöklü Məlikin planını puça çıxardır. Demək, 4-1 cavab D variantı maraqlı sualdır. 27-ci suala baxırıq. Uruz bəyin dustaq olduğu boya əsasən Qazan bəy və Uruz bəy. Onların fərqli cəhəti və ortaq cəhəti. Baxaq, ona verilən tapşırıqdan kənara çıxır. Deməli, bu ortaq cəhətdir. Nəyə görə ortaq cəhətdir? Çünki biz az öncə də dedik, Qazan bəy də Uruz bəyin ona tapşırığından kənara çıxır. Uruz bəy də Qazan bəyin ona verdiyi tapşırıqdan kənara çıxır. Bu ortaqdır. Sərxoş vəziyyətdə yatarkən kafirin başçısı onu görür. Bu, təbii ki, heç birinə aid olmayacaq. Çünki onları görən kafirin başçısı, yəni təkür deyildi, casus idi. Döyüş meydanında düşmən zərbəsinə tuş gəlir. Bu ortaq olacaq. Ona görə ki, həm Qazan bəy gözündən yaralanır, həm də Uruz bəy döyüşdəykən yaralanır. Kafirdən aman istəyir. Bu təbii ki, fərqli cəhətdir. Çünki
Bu yalnız Uruza aiddir. Burla Xatun onun üçün narahatlıq keçirir, ahvay edir. Aha, bu da yalnız Uruza aiddir. Çünki Qazan bəy üçün ahvay etmir. Ahvay etdiyi, yəni şivən qopardı, ahvay etdiyi yalnız Uruz bəydir. O da Qazanla deməli söhbətində olur. 1D, 2A cavab C variantı. Bu da maraqlı suallardan biri idi. Kitab Dədə Qorqud eposunun boylarına əsasən uyğunluqları müəyyən edin. Deməli, bu üçbucaq Qazanın evinin yamandığı boydur. Bu romb isə Basatın öldürüldüyü, demək, daha doğrusu Basatın Təpəgözün öldürüldüyü, yəni Basatın Təpəgözü öldürdüyü boydur. Deyir, Qaraca çoban qara qayğılı yuxu su barədə Qazan xanı xəbərdar edir. Belə deyək də, fakt yoxdur. Çünki o Qaraca çoban Qazanı xəbərdar etməsi yox. Sadəcə qardaşlarının yanına alır, yeri hazır edir. Aruz qoca, yəni yanlışdır, doğrunun altına verir, yanlış. Aruz qoca çıxılan, ikiyə baxırıq. Təpəgözün evdən qovulmağına səbəb Aruzun tənbehlərinə boyun qoymaması idi. Bu doğrudur, bəli, Aruz onu evdən qovur. Aruz qoca çıxılan səfərə razılıq vermir. Razılıq verməməsi yox, sadəcə tərəddüd edir. Ki, burada kimi qoyacaqsan və s. Aruzun elə bir şey yox idi ki, yəni ki, mən razılıq verirəm, yoxsa yox. Yanlışdır, yanlışın altında verildiyi üçün isə doğrudur. Boy Oğuznamə ilə yekunlaşır. Bu doğrudur, bəli, Oğuznamə düşüb qoşur Dədə Qorqud. Qapaqan kişi Oğuz igidi Basatı tərif edir. Qapaqan kişi Basatı tərif. Qapaqan kişinin biz burada nitqinə rast gəlmirik. Ona görə 5 yanlışdır. Yanlışın altına verildiyi üçün doğru. Basat Təpəgözün üzüyünü barmağına keçir. Doğrudur. Yanlışın altına verildiyi üçün yanlış. Deməli 2, 3 və biz 5-i götürdük də. Ona görə cavabımız E-dir. Növbəti maraqlı suallarımızdan biri. 29-cu sual. Kitab Dədə Qorqud eposu ilə bağlı düzgün fikri müəyyən edin. Dastanda səqrək surəti yumşaq təbiətli olması ilə fərqlənir. Halbuki yumşaq təbiətli olan Dirsə xan idi. A. Yanlış. Oğuz elinin xanımları hər zaman arxa cəbhədə qalmaqla igidlərə mənəvi dəstək olmuşlar. Halbuki hər zaman arxa cəbhədə qalmağa aid eləyə bilmərik. Çünki Burla Xatun ön cəbhəyə də gəlib çıxmışdı. Kəfirlər basqın etmək, el-obanın mülkünü talamaq üçün məqam gözləyirlər. Bəli, doğru cavabımız elə budur. Hər boyun əvvəlində verilmiş bədii müqəddimə, sonraki gediş ilkin təsəvvürdə hər boyun əvvəlində müqəddimə verilməyib. Yalnız bir müqəddimədən ibarətdir, o da ən başda verilib. Dastanda qoyulmuş problemlər bugünkü dövrlə ayaqlaşmasa da hər də maraqlı oxunur. Halbuki orada qoyulan o problemlər, o milli kökdən gələn dəyərlər ki var, onlar bugünkü dövrlə də ayaqlaşır. Təbii ki, cavabımız C variantıdır. Demək, 30-cu sual. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boya əsasən uyğunluğu müəyyən edin. Deməli, Uruz ondan 2 ay xəbər çıxmasa ölmüş kimi bilinməyini istəyir. 2 ay deyir bizə. Yanlışdır bu, çünki 2 ay yox, 3 ay xəbər çıxmasa istəyir bunu. Qazan Burla Xatuna dustaqda olan oğlu üçün qəmlənməməyi tapşırır. Dustaqda olan oğul üçünmü? Yox. Əslində Qazan deyir ki, ovda olan oğul üçün, yəni ovunu o deyir hələ tamamlamayıb yəqin, ovda olan oğul üçün qəmlənmə deyir. Bu da yanlışdır. Boyda ana oğul, ata oğul sevgisinin yüksəkliyinin şahidi oluruq. Doğrudur. Qazan gün kimi parlayıb gələnin kafirin nizəsi olduğunu deyir. Halbuki gün kimi parlayıb gələn deyir ki, kafirin papağındakı o işıqdır. Bu yanlışdır. Bu da yanlışa gedir. Deməli, 1, 2, 4 yanlışda olacaq. Üçüncü fikrimiz isə doğruda uyğunlaşan B-dir. Səhv etmirəmsə. Bəli, cavabımız B variantı. Aha, yenə gözəl suallarımızdan biridir. Kitab Dədə Qorqud dastanı əsasən mərkəzi üçbucağa, yəni bura, elə bir obraz adı yazın ki, yan üçbucaqlardan, demək, hər birində yalnız bir fikrə, yəni 2 fikirdən yalnız bir fikrə aid olsun. Baxaq. Demək, daxili düşmənlə mübarizə aparır. Daxili düşmənlə mübarizə aparan obrazlara baxaq.
Daxili düşmən kimdir? O Təpəgözdür də. Təpəgözlə mübarizəni Qaragünədə aparıb, Qazanxanda aparıb, Aruzda aparıb, Qıyan Səlcikdə aparıb, bir dənə Burla xatundan başqa. Namus və Oğul dağ arasında qalmalı olur. Bu da Burla xatun. Ya bu 4 dənədən heç birinə 4 nəfərdən daha doğrusu heç birinə aid deyil. Yalnız Burla xatun. Deməli, buradakı obrazlardan hər birini bu xanaya yazsaq, bu üçbucağa yazsaq, mərkəzi üçbucağa, bu üçbucaqdan yalnız bir fikrə aid olacaq. Deməli, 4-ü bu birincisinə, Burla xatun isə buna. Yəni, hələ ki hamısı uyğun gəlir. Övladı döyüşə girir. Deməli, bunu biz aid eləyə bilərik. Övladın döyüşə girməsi Qaragünəyə, Burla xatuna, Qazanxana, Qıyan Səlcik oğlu, demək, Dəli Dondazın da döyüşə girdiyini bilirik. Qıyan Səlcikə də aid edirik. Aruz Qocaya da aid edə bilərik. Basata münasibətdə. Kafirin bayrağını qılınclara yerə salır. Deməli, artıq burada Qaragünədə, necə deyərlər, ələndi. Yəni, Burla xatunda. Biz artıq bunları çıxdaş verməyik. Çünki bu üçbucaqdan 2 fikrə də aid oldu bunlar. Eləmi? Ona görə Qaragünə çıxdı və Burla xatun çıxdı. Təmizləyək. Burada 2. Eyb yox. Belə qalsın. Deməli, artıq baxırıq sonuncu üçbucağa. Qardaşı Oğuz İgididir. Bu Qazanxana aiddir Qaragünə. Qıyan Səlcikə aiddir Basat. Aruz Qocanın qardaşı, yox, belə bir fikri biz Aruz Qoca aid eləyə bilmərik. Anasına xüsusi münasibəti əks edilir. Bəli, Qazanxanın biz Şöklü Məlikdən anasını istəyir. O epizodda bəli görürük ki, deyir, anamı ver, qalan şeylər sənin olsun. Orada anasına xüsusi münasibəti var. Ona görə Qazanda çıxdı. Çünki bu üçbucaqdan ikisinə də aid oldu. Demək, biz bunu Qıyan Səlcikə aid eləyə bilərikmi? Anasına xüsusi münasibət? Xeyr. Ona görə Qıyan Səlcik bu üçbucaqda da yalnız birinə aid oldu. Aruz Qocaya baxa, anasına xüsusi münasibət heç bu Aruz Qoca ümumiyyətlə aid deyil. Ona görə bu üçbucaqdan heç bir fikrə aid olmadı Aruz Qoca. Ona görə biz Aruz Qocanca çıxdıq. Deməli, hər üçbucaqdan yalnız bir fikrə aid olan Qıyan Səlcik imiş. Cavabımız D variantıdır. Çox gözəl sual. 32-ci sual. Basatın Təpəgözü öldürdüyü boyda əfsanəvi səciyyəyə daşıyan hadisələr görək hansılardır? Basatın Təpəgözün üzərinə atılıb xəncərlə vurulması bu deyil. Böyük iti polad qılınclar bir tükünü kəsə bilmədi. Təbii ki, bu əfsanəvi səciyyə daşıyır. Basat üzüyü alıb barmanı, bu niyə əfsanəvi səciyyə daşısın? Xeyr. Həmin anda günbəz yaraldı, 7 yerdən qapı açıldı. Əlbəttə, bu əfsanəvidir. Təpəgözün öz qılıncı ilə boynunu vurdu, bu da əfsanəvi deyil. Deməli, cavabımız 2-4 olacaq. Əfsanəvi səciyyə daşıyan hadisələr bu boyda 2-4-dür. Cavab C variantı. Salur Qazanın evinin yağmalandığı boya əsasən verilmiş nitqi söyləyən obraza aiddir. Qaba dizimin altına salardım, ağzını qara yerə çırpardım, ağzından üzündən qan şoruldayardı. Bunu söyləyən obraz kimdir? Uruzdur. Əsirlikdəykən hönkür-hönkür ağlayır. Bəli, orada biz ağacın yanına aparılarkən, Salur Qazanın evinin yağmalandığı boyda ağacın yanındaykən orada bəli hönkür-hönkür ağlamasına rast gəlirik, ilə cavabımız A'dır. Onu var dövlət yox, qoca anası düşündürür. Bu Qazana aiddir. 2 fərqli vəzifə təklifi alır. Bu Qaraca çobandır. Kafir üzərinə tək getməkdə məqsədi yox idi. Bu ümumiyyətlə heç kimdir. Düşmən ilk arzusunu ağıllı tədbirlə puça çıxarır. Bu isə Burla xatundur. Cavab A variantı. Basatın Təpəgözü öldürdüyü boya əsasən cədvəldən uyğun fikirləri seçin. Burada bizim problemlərimiz verilib. Burada isə problemin həlli. Görək hansılar uyğundur. Oğuzlar Təpəgözü heç nə edə bilmirlər. Bu problemdir. Problemin həlli, bəli, Dədə Qorqud onun yanına yollanır. Bir uyğundur. Problem, Qapaqan kişinin digər oğlu növbəti qurban olmalı idi. Arvadını Basatdan kömək istəməyə göndərir. Axı o arvadını o göndərmir. Arvadı özü gedir. Qınsız qılınc təhlükə mənbəyi idi və problemin həlli Basat qılınc asılan zənciri oxlayır, doğru. Təpəgöz bütün dayıları əlaq edir, Aruz onu evdən qovur.
Bu problemin həlli olmur. Dairələri həlak edir və Aruz onu tənbih eləyir. Artıq tənbeyinə də boyun olmayanda, yəni qulaq asmayanda onu evindən qovur. Amma yenə də belə problemlər davam eləyir. Yəni bu uyğunsuzdur. Basat Təpəgözü məhv etməyi bacarır. Bu problem deyil. Bu səbəb-nəticə əlaqəsi olsaydı aşpazlar muştuluq aparır. Nəysə, uyğun götürmək olardı, ancaq bu problemin həlli olan bir cədvəldir. Ona görə 5 də yanlışdır. Çünki problem deyil Basatın Təpəgözü məhv etməyi. 1 ilə 3 bəli problem səciyyəsindədir. Cavab D variantı. 35-ci sual. Cədvəlin hansı sətrində Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boya əsasən hər üç obraza doğru fikir verilib? Baxaq. Savur Qazan yağı sözünə izahat verir, doğru. Burla Xatun 40-cı belli qızla Qazanın izinə düşür. Bu yanlışdır. Nəyə görə yanlışdır? Çünki 40-cı belli qızdır. 40-cı belli qız oğlanla. Yəni onun 40-cı həm yanında qız var idi, həm oğlan var idi. 40 nəfərin içində. 40-cı belli qızla dediyinə görə yanlış. Dərbənddə əsir saxlanıb, doğrudur. Artıq Burla Xatunda uyğunsuzluq yarandığı üçün bunu seçmirik. Xan qızını tanıya bilmir, doğrudur. Çünki o gözünü yaralanmışdı, həm də Burla Xatun belə deyil, bürünmüşdü, yəni tanınmaz vəziyyətdə idi. Ərinə köməyə yetən ilk Oğuz igidi olur. Biz Burla Xatuna Oğuz igidi deyə bilmərik, yanlış. Kafirdən aman istəyir, bu doğrudur, amma hər üçünə uyğun olmadı. Uruzu əsirlikdə qoyub getməyə namussuzluq hesab edir. Bəli, deyir, yəni mən belə deyək də, belə bir namussuzluq edə bilmərəm. Uruzun ilk ovu olduğundan qonaqlıq təşkil edir, doğrudur. Hətta onları gözləyir, gələndə görür ki, oğlu yoxdur. Atasına kəskin cavab verir. Bəli, əsərin ön başlarında Uruzun atasına kəskin cavabını müşahidə edir ki, deyirsən məni nə vaxt ova aparıb, nə vaxt göstərmirsən ki, deyir, oğul atadan öyrənər də. Bu hissədə digərlərində ritmə baxaq, döyüşdən qızıl taxtında yeri qayıdır. Bu Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boya aid deyil. Salur Qazanın evinin yağmalanması boyudur. Digərlərində qara ayağına minməsi doğrudur. Döyüş zamanı at oxlanır, doğrudur. Xəyanəti bağışlamır. Salur Qazan bəli Uruza münasibətdə deyir ki, biz belə xəyanəti bağışlaya bilmərik. Gedək onu 7 parça eləyək. Fədakarlıq və cəsarət nümayiş etdirir, doğrudur. Ağacdan imdad istəyir. Ağacdan imdad istəməsi bu boyda deyil, kafirlərdən demək aman istəyir bu boyda. Ona görə E də yanlışdır. Cavab C variantı. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyla bağlı yanlış fikirləri müəyyən edin. Kafirin casusu təkrar xəbər aparır, bu doğrudur. Uruzun atası döyüşən zaman axıra kimi sözünə sadiq qalır, xeyir sözündən çıxır sonra. Qazan bəy öz doğma oğlunu cəzalandırmaq istəyir, doğru. Burla Xatunun Qazan bəyin ardınca getməsində də belə bir şey yoxdur. Dədə Qorqudun məsləhət etməsi. Qazan bəy bu dəfə də kafirləri məğlub edir, doğru. Deməli, doğru bəndlərimiz 2 və 4. Salur Qazanın evinin yağmalandığı boya əsasən obrazlar haqqında doğruları seçin. Qazan bəy döyüşə girməzdən öncə anasını kafirdən istəyir, bu doğrudur. Qardaşının yuxusunun tamamını yozur. Qardaşının yuxusunun tamamını yozdurur. Tamamını yozdurmur. Çünki qardaşı deyir ki, bu qədərini yozdum, qalanını Allah yozsun. Burla Xatun Bayandır xanın qızı olduğunu dilə gətirir. Bayandır xanın qızı olduğunu dilə gətirməsi bu boyda deyil. Uruzun qarşısında ağlamamaq üçün özünü saxlayır, halbuki onun qarşısında ağlayır. Qaraca çoban 3 yerdən yaralanır, ancaq Qazanın mülkünü qoruyur, doğrudur. Həm tək, həm də Qazanın yanında kafirə qəzəbini bildirir, bəli. Həm o anasının istəmə səhnəsində, həm də ondan Qazan olmayanda kafirlərlə döyüşən zaman. Deməli, 1, 5, 6 bizim doğru bəndlərimizdir. Obrazları müqayisə edin. Uruz obrazı, Basat obrazı. Qazanın məsləhət görmədiyi işi icra edir, bəli döyüşə girməyi, amma Basata da aiddir. Çünki Basat da Təpəgözün üstünə gedilməməsi barədə məsləhət almışdı Qazandan, amma buna əməl etmir. Ona görə ortağa yazılmalıydı. Düşmən qoşununa əsir düşür, bu yalnız bəli Uruza aiddir. Ailənin tək övladı deyildi, bəli Basat deyildi, Qıyan Səlçik var idi, amma Uruz da deyildi, onda başçısı var idi.
ortaq olmalıydı. Qapaqqan kişiyə bir əsir verir, qapaqqan kişinin arvadına bir əsir verir, yanlışdır. Atasına xətər yetirilmişdi. Bəli, Uruzun deməli atası Qazanın gözünə yaralanmışdı. Basatın da bəli atası Aruz Təpəgöz tərəfindən xətər yetirilmişdi ona. İgidliyi ilə bütün obada ad çıxarmışdır. Bu da yalnız Basata aid fikirdir. Uruza yox. 2-5 bizim doğru bəndlərimizdir. Basat obrazı ilə bağlı uyğunluğu müəyyən edin. Doğma qardaşının intiqamını almaq üçün süd qardaşını öldürür. Bu onun əməlidir. Oğuz elinə qənim kəsilən Təpəgözə göndərməsi üçün qapaqqan kişiyə yenə deyir. Qapaqqan kişiyə əsir vermir, arvadına verir. Olduğum yer yurdum mənim günortacıdır. Bu onun nitqidir. El obasına ailəsinə sadiqdir. Sadiq olması onun xarakteridir. İgillikdə qardaşının qanını aldın. Bu da Basatın nitqi deyil. Demək 1A, 2C, 3D. Sonuncu sualımız və 40-cı sual. Kitab Dədə Qorqud eposunun boyları haqqında cədvəldən uyğunluqları seçin. Deməli, Uruzun dustaq olduğu boyla bağlı doğru fikirlər. Basatın Təpəgözü öldürdüyü boyla bağlı yanlış fikirlər. Baxaq. Kafirlərin Qazanı öldürmə planını Uruz atasına bildirir. Kafirlərin Qazanı öldürmə planı. Bəli, bu orada əsirlikdə gedib onu xilas etmək istəyəndə ona bildirir. Qazan Uruzu tapıb gətirmək üçün Burla xatunun 10 gün möhlət istəyir. Ondan 7 gün möhlət istəyir. 7 gün, 10 gün deyil. Yanlışdır. Boy Dədə Qorqudun xeyir duası ilə yekunlaşır, təbii ki, doğrudur. Burada da yanlış fikirlər. Təpəgöz birdən çox dayanı canını alır. Bu doğrudur, yanlışın altına verilib, yanlış istənilir bizdən. Digər boylardan fərqli olaraq bu boyda Qazan yaralanır. Xeyr, digər boylarda da məsəl üçün yəni yanlış fikirlər istəyir. 5-i götürürük də, yəni yanlışdır. Çünki Uruzun dustaq olduğu boyda da yaralanır. Basat qardaşının Təpəgözün əlində həlak olduğunu qapaqqan kişidən öyrənir. Xeyr, qapaqqan kişinin arvadından öyrənir. Bu da yanlışdır, ona görə götürürük. 1, 3, 5, 5, 6. Bizim doğru bəndlərimizdir. İzlədiyinizə görə təşəkkürlər.